30 sentyabr 2025-ci ildə Masallı rayonunun Musakitə kəndində yerləşən Şadlıq sarayında tanınmış rabitəçi, Masallının ictimai həyatında silinməz iz qoymuş Əliş Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli filmin təqdimat mərasimi keçirilib. Tədbirdə yaradıcı insanlar, ictimaiyyət nümayəndələri, media mənsubları, ziyalılar, Əliş Əliyevin ailə üzvləri və keçmiş iş yoldaşları iştirak ediblər. Mərasim Ulu Öndər Heydər Əliyevin və unudulmaz şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sənədli film Əliş Əliyevin zəngin ömür yolunu, rabitə sahəsində göstərdiyi xidmətləri və Masallı üçün gördüyü dəyərli işləri əks etdirir. Ekran əsəri Cənub bölgəsində fəaliyyət göstərən Cənubun Səsi xəbər portalı tərəfindən ərsəyə gətirilib. Filmin ideya və ssenari müəllifi, portalın təsisçisi və baş redaktoru ictimai fəal bloger Mərhəmət Lələyevindir. Filmin nümayişindən sonra Mərhəmət Lələyev çıxış edərək tarixin yaddaşında qalanlar layihəsinin əhəmiyyətindən danışıb. O yalnız Əliş Əliyevin deyil, ümumilikdə Cənub bölgəsinin işıqlı şəxsiyyətlərinin həyat yolunu əks etdirən sənədli filmlərin gələcək nəsillər üçün mühüm irs olacağını qeyd edib. Çıxış edən digər natiqlər də Əliş Əliyevin həyat yolu, rabitə sahəsindəki xidmətləri və Masallının inkişafı üçün gördüyü işlər barədə öz fikirlərini bölüşüblər. Əliş Əliyevin oğlu Soltanağa Əliyev tədbirdə çıxış edərək atasının xatirəsinin daim hörmətlə anıldığını vurğulayıb və filmin ərsəyə gəlməsində əməyə keçən çəkiliş heyətinə, həmçinin dəstək göstərən hər kəsə minnətdarlığını bildirib. Masallının sayılır seçilən ziyalılardan da biri Əliş kişi idi. Əliş kişi mən deyirdim ki, öz qabiliyyəti ilə, qanacağı ilə, mərifəti ilə, əxlaqı ilə, tərbiyəsi ilə hər bir insana örnək ola bilərdi. Mən bir daha mərhəmət siz təbrik edirəm, komandanıza uğurlar arzulayıram. Çünki mən bilirəm ki, bir işin, çəkilişin arxasında dayanmaq nə qədər çətindir. Çünki hər bir iş məsuliyyət tələb edir və böyük əmək tələb edir. Əliş müəllimin deməli tərbiyəsi nəticəsində övladları da onun yolunu gözəl davam elətdirdilər. Soltana da mən öz təşəkkürümü bildirirəm. Bu filmlə də biz fəxr edirik və valideynimizlə fəxr edirik ki, bu günləri belə bir adamın buraya yığılışması, cəmləşməsi, deməli bu həmin atamın hörməti əsasındadır. Ona görə hamımıza minnətdarlıq edirəm. Qeyd edək ki, sənədli film mərasim iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və Masallı ictimaiyyətində dərin təəssürat yaradıb. Sonda Mərhəmət Lələyev filmin ərsəyə gəlməsində göstərdikləri köməkli və dəstəyə görə Musakitə kənd sakinlərinə və Əliş Əliyevin oğlu Soltanağa Əliyevə öz dərin təşəkkürünü ifadə edib.